Və sonra İmam Buxari başqa bir fəsilə toxunur. Və fəslin adı odur ki, kişi atasını adıyla çağırmasın. Və atasından qabaq oturmasın və atasının önündə getməsin. Və Urva rahimehullah Mədinənin fəqihlərindən 7 fəqihindən biri idi. Əbu Hüreyrə radiyallahu anhudan nəql etdiyi bu əsərdə gəlir ki, Əbu Hüreyrə radiyallahu anhu bir kişini görür. Görür ki, daha doğrusu görür ki, 2 nəfər yolla gedir. Və onlardan birindən soruşur ki, bu sənin nəyindir? Deyir ki, atam. Deyir ki, onu adıyla çağırma. Ondan qabaqda getmə, ondan əvvəl oturma. Hədis göstərir ki, valideynin fəziləti böyükdür. Əbu Hüreyrə radiyallahu anhu işarə edir buna. Və işarə etməsi də heç də özündən deyil. Sözsüz ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyi sözlərə görədir, hədislərə görədir. Deyir ki, atanı adıyla çağırma. Ona görə şəriət qadağan edib övlada. Atanı adıyla çağırmaq çünki hörmətsizlikdir. Amma baxırıq, nə qədər insan var atasını adıyla çağırır. Sonra gör İslam nəyə toxunur da? Yəni biz bu şeyləri belə deyək də yaşlı nəsildən eşidirik də. Məsələn, böyük danışanda sən danışmağa, yəni ondan qabaqda getmə, oturma. Halbuki Allah Rasulullah bizə xəbər verir. Sözsüz ki, yəni insanların danışdığı da Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşidilən hədislərə istinaddır və ondan götürülən nəticələrdir. Deyir ki, atanın adıyla çağırma, yəni atanın adıyla çağırılmaz. Və sonra deyir ki, onun önündə getmə və ondan qabaq da oturma. Bu hamısı nə üçündür? Ataya qarşı olan ehtiram üçün, hörmət üçün. Və bəzi alimlər buyurur ki, atanın önündə getməyə icazə verib şəriət əgər ehtiyac varsa. Əgər ehtiyac varsa, yəni zərurət varsa, məsələn, ata gözləri görmürsə, əlindən tutub aparmaq və ya yol qaranlıqdırsa, zülmətdirsə, yolu göstərmək üçün önündə getmək, zərurətdirsə bu icazəlidir. Və ya atanı qorumaq üçün önündə getmək, əgər zərurətsə ehtiyac varsa icazəlidir.